Hə, burada B, H eləməyə çalışmısınız. İkisində B eləmisiniz, amma Hmm. devamlı dəyişdirsəz H olacaq zaten. Bu Maraqlı. hıdır. Bunu birləşdirməmişəm. Hı Hı altdakı hıdır, üsttəki budur. oxşamır axı. Hı oxşamır. Niyə oxşamır? Ha, bal ətlərləndir. Hə, Balaca versiyasıdır. hə, H-nın bazı Seçdi, versiyasıdır. seçib. Bunun da balacasıdır, hının da. Elə bir böyük hərflərlə yazmamışam. Balaca hərflərlə Bildim yazmaq amma istəmişəm. oxşamır axı. Oxşamır da gərək bir Buradan şəkillər yuxarıdan çək. eləyəsiz. Gərək onda biraz bunu yuxarıdan eləyəsiz ki, bu olduğu başa düşülsün. Biraz çətin anlaşılır Biraz da. da. İkisi də B kimi olur. Elə bilinir ki, bunu kopyalayıb bazalaşdırmısınız sadəcə, elə görsənir. Hmm. Amma maraqlı işləmisiniz. Geometriyalarınız düzəlib. Geometriyalar artıq işləyə bilirsiniz. Vizit kartlarınız amma hələ xoşuma gəlmir. Vizit kartlarda problem nədir? Çox sıx eləyirsiniz və fontlarınız yaxşı deyil vizit kartda. Ha, bu font yaxşı deyil elə də. Bir də yenə çox böyük eləmisiniz. Bir də ki, məsələn, hansısa bir firma işləyir sizə, o firma öz loqosunu götürün qoyun. Onu təzədən yaratmağa ehtiyac yoxdur. Çox böyük Hmm. qoyursunuz. Biraz balacalaşdırmağa çalışın. Bir də fontlarınızı biraz daha modern Mən eləin. də istəmişəm özüm yaradım. Ya, ona ehtiyac yoxdur. Burada background-u qəşəng eləmisiniz, belə minimalist. Burada da boş qalır biraz background. Mən şu anda ağ eləyərdim. Əsas fontdur problem. Bir də çox sıx edirsiniz. Yəni belə yazılar gəlir, loqoya çıxır. Yəni də okey, bunun arasında məsafə okeydir. Amma bir də böyükdür, çox böyükdür. Böyük bir yeri kaplamağa çalışırsınız. Və o ucu vizit kartı kordur. Vizit kartda önəmli olan simmetriyadır. Yəni bir də iki dənə flyer borclusunuz da. Hə. Allah borcunuzdan qurtarsınız. Bugün bugün sizdədir. Olmasa ondan tapşırıq. Bir dənə şəkil atıram. Tamam. Bir dənə şəkil atıram, baxarsınız. Şəkil atırsın hə? Nə yarat? Aha. Nə yaratmaq istəmişəm onu. Göndərin. Göndərdiniz. Siz şəkili göndərin, bir dəqiqə yaxınlaşıram. Nə yapalım?
Hə, göndərdiniz? Bəli. Aldım. Görürsüz bax burada göz fırladı. Ha, bundan ilhamlanmısınız. Ha, yox, özü Ha, bu çəkmisiniz. mən çək. Hə. Hadi bir dənə bunu birləşdirirsiniz da oldu bu haş. Bunu yarımçıq eləməyiniz. İndi oxşuyur. Bu oxşuyur, bu oxşuyur. Vərəqdə işləməniz yaxşıdır. Okey. Yaxşı. Hə, gəldik patern məsələsinə. Paternə baxın budur. İllüstratorda patern hazırlamaq qaydalarını indi göstərəcəm sizə necə hazırlayırlar. Paternlər backgroundlar üçündür. Və vizit kartlarınızın backgroundlarını istifadə edə bilərsiniz. Amma paternləri istifadə edəndə, əgər patern istifadə edib üstünə yazı yazsanız, paterninizin opacitysini azaltmalısınız. Yəni eləməlisiniz onu 11%, 7% opacity ilə eləməlisiniz ki, arxa planda itsin, üstünə yazı yazasınız. Yəni, bu şəkildə istifadə edilə bilər. Və yaxud da backgroundlar ümumiyyətlə, abstrakt backgroundlar hazırlamaq üçün istifadə edə bilər. Və paternlər var, belə bir şəkildə paternlər də var. Müxtəlif patern, belə var. Toyuq cücə. Müxtəlif patern. Skripkalarda da istifadə olunur ona. Balaca skripkalarda. Hə. Dəvətnamələr filan. Dəvətnamənin qaydası da vizit kart kimi hazırlanır. Ayrıca dəvətnamə dərsi keçmirəm, zəhləm gedir dəvətnaməndə. Amma şey kimi hazırlanır, yəni. Vizit kartın qaydası kimi hazırlanır, flyerin qaydası kimi hazırlanır. Elə bir vizit kartla flyer bilirsinizsə, dəvətnaməni də hazırlaya bilirsiniz. Sonra nə bilim, yeni il atqıtqaları da hazırlaya bilirsiniz. Eyni qaydadır, yəni. Hamısı eyni qaydadır. Sadəcə informasiya dəyişir, doğrudur. Bunlar nə maraqlıdır. Okay. Və bu necə hazırlanır? Patern məsələsi. Gəlir illüstratora. Ən birinci. Bir element çəkməlisiniz. Bu hər hansı bir element hazırlayırsınız birinci. Elə bilin ki, logo hazırlayırsınız da, belə bir şey fikirləşin. Biz özümüzdən bir element hazırlayaq. Məsəl üçün, deyək ki, çəkdik belə bir şey. Məsəl üçün, deyək ki, belə bir şey hazırladıq. Bunu da Ctrl-C, Ctrl-V edib, tərsinə çeviririk. Gətirib birləşdiririk bunu. Deyək ki, belə bir şey hazırladıq. Hə? Hardan çevirdiniz belə riski? O vaxtı birinci dərslərdə demişdim. Seçdiniz bunu, gəlsiniz Properties bölməsinə. Propertiesdə burada baxın, flip horizontalını çevirirsiniz. Bu sağ və solu çevirir, bu isə yuxarı və aşağını çevirir. Bu şəkildə. Bunu birləşdirdik. İkisini bir yerdə seçib, Pathfinder'a gəlsin. Pathfinder'ı bilirsiniz də. Pathfinder'da burada birləşdirmək var. Bunu mütləq birləşdirməlisiniz ki, bir dənə layer halına gəlsin. Birləşdirirsiniz, bir dənə layer halına. Birləşdir. Birləşdir. Bir dənə layer halına gətirdik. İndi bunun özünü paternə çevirəcəyik. Bunun özünü paternə çevirməyimiz üçün Windows gəlirik buradan Patterns tapırıq. Pattern Options-u tapırıq. Pattern Options-a klikləyirik. Belə bir pəncərəmiz açılır. Bu Pattern Options-da bu açılan kimi bunların aktiv olması üçün və patern yaranması üçün burada balaca 3 düymə var. Bu balaca 3 düyməyə klikləyirik və burada Make Pattern var. Make Pattern-ə klikləyirik və belə bir şəkildə patern yığıldı, gördünüz. Bunu okey edirik. Patern bu şəkildə yığıldı. Və burada indi tənzimləmələr açıldı və bunu indi tənzimləməyə başlayırıq. Bazılaşdıra bilərsiniz, o belə bir şeydir. Burada New Pattern yazılan yerə name, yəni adını verirsiniz. Patternimizin adını yazırsınız. Tipində isə bunun tipini seçirsiniz, stilini seçirsiniz. Bu grid sistemlidir, adi. Deyə bilərsiniz, belə yığılsın, üçbucaq formasında. Bu şəkildə yığa bilərsiniz. Sağ, aşağı, yuxarı sistemlə yığa bilərsiniz. İşarədən də görsən, burada işarələr var.
Hexagon kimi yığa bilərsiniz paternlərimizi. Bu avtomatik yığır bu şəkildə tənzimləyir. Bunlarda məsəl üçün yığanda, bu müəssisədə yığanda, burada bunun Braille offset-ını tənzimləyə bilirsiniz. Yəni neçə hissələrdə bölünərək tənzimlənmiş olsun, hansı sıralarda bölünsün, amma hexagonlarda tənzimləmək olmur. Hexagonda eyni qalır, paralel şəkildə qalmış olur. Width və height paternimizin eni və hündürlüyüdür. Normalda buna dəymirlər, çünki onsuz da bu paterni biz yayanda bir fiqurla yayacağıq. Width və height-ı tənzimləməyi də siz edə bilərsiniz, səssiz qala bilər. Bu hissədə size artırdığı zaman hündürlüyü yenə eynidir. Yəni paternimizin hündürlüyü və enini formasını dəyişdirmək üçün, amma normalda sıfırlarda qalır. Bunlar overlaplarda aktiv edirsiniz. Məsəl üçün, left in front tərəfini, yəni left in front tərəfdənmi patern işlənsin, right tərəfdənmi işlənsin, yoxsa yuxarı tərəfdənmi işlənsin deyə tənzimləmiş olursunuz. Çünki sonra kopya sayılarını tənzimləndə ona uyğun artır. Və burada isə kopya sayıları. 7-də 5, şimdi məsələn dəyişdirəm bunu. 3-də 1 elədik. 5-də 3 şəkildə artmış oldu. Bunların paternlərimiz kopya sayılarıdır. Kopya sayılarını tənzimləyəndən sonra gəlirsiniz bunun dan düyməsinə basırsınız və paterniniz gəlir düşür. Bunu indi silirik. Bunu sildik. Gəlir indi paternimizi haradan tapmalıyıq? Elə bir ki, arzuladığımız patern düşür swatch-a. Swatch buradadır. Bəs bu swatch-u haradan tapırıq? Windows bölməsindən. Hər şeyi Windows-dan gəlib tapırsınız. Swatch. İndi məndə açıqdır. Burada baxın, bunu biraz aşağı eləyirəm. Bax, buradadır patern. Görürsünüz, yaratdı. Bax, görürsünüz, adı da. Gizlicə adı vermişdim. Düşüb adı ora. Böyle bilin ki, bura gəlib düşəcək patern. Rəngin əvəzinə düşür. Normalda rəng necə versə rəngin əvəzinə düşür. Eyni qaydada buradadır. Burada bunun üzərini kliklədiyimiz zaman rəngi üzərini klikləyəndə rəng dəyişir. Patern hazırlanıb patern üzərini klikləyəndə patern yaranır. Görürsünüz. Sonra da bir istədiyim fiquru götürürəm. Dairə, nə istəyirsiniz və ya kurvetula nə istəyirsiniz çəkə bilərsiniz. Bir rəngdir də, rəngi də məsələn paterndir. Və o şəkildə çəkirsiniz. Nə boyda istəyirsiniz çəkə bilərsiniz, hansı hündürlükdə. Bu şəkildir. Görürsünüz. Bu şəkildə patern yaranır. Qaydası budur. Gördünüz. Öncədən rənginiz adı verməlisiniz. Bunu export eləsəm. Bir dənə də export. Ayrıca seçmək olur bunları sonra. Direct Selection tool'la seçib rənglərini və formalarını dəyişə bilirsiniz sonradan. Exportdan sonra. Eləməsəz dəyişə bilməyəcəksiniz. Exportdan sonra amma rahat şəkildə dəyişmək olur. Yəni tənzimlənməsi bu şəkildədir. Sadəcə qalır onu maraqlı yığmağınızda. Məsəl üçün, normalda bir dənə fiqurla yığsanız, bir dənə fiqurla maraqlı bir nəticə çıxmır. Amma siz onu götürüb şey kimi yığsanız, bir neçə elementlərini bir obraza salsanız onu birləşdirsəz Pathfinder vasitəsilə, o zaman daha kreativ şəkildə ortaya iş çıxmış olur. Və o kreativlikdə də daha yaxşı tənzimləyə bilirsiniz. Bu tənzimləmə bu şəkildə olmuş olur. Başa düşürsünüz bu paterni? Bəli. Burada patern nümunələri çoxdur. İlhamlana da bilərsiniz. Gəlin paternlərə baxaq. Illustrator ya illustration yazırsınız. Belə paternlər də var. Bu sadəcə bir element kimi, bir neçə element kimi yığılır. Bəziləri olur ki, bəzi paternlər olur ki, onlar məsələn avtomatik şəkildə yığılmır. Bircə çəkilir. Belə şeylər də ola bilir. Bunlar əslində bircə yığılıblar. Bunlar avtomatik şəkildə ola bilməzdir. Çünki elementlər çox-çox fərqlidir. Bir-birinə bənzəyən heç yoxdur. Hamısı ayrı-ayrı yığılıblar. Belə ayrı-ayrı çəkməklə də, yəni kopyalamaqla, artırmaqla, rənglərini, formalarını dəyişməklə də, yəni. Bu sadəcə paternin avtomatik versiyası. Məsələn, belə bir şey patern yığa bilərsiniz. Bir hissəsi tənzimlənir. Bu Photoshopdadır, bu Photoshopdur. Patern. Bu bir dənə element yığılmışdı və ya da bir dənə bu element yığılmışdı. Sonra da artıq bu tənzimlənməyə başlandı.
Bunlar Photoshop işte. İllüstrator da eləmək olar. Photoshopda da eləmək olur. Müxtəlif tərzdə görürsünüz. Bunlar sonra satılır. Stok mağazalarında götürüb satmaq da olur, hazırlayıb paternləri. Və yaxud da öz flyerlər, bizim backgroundlar üçün, vizit kartlarımız üçün, sosial media posterləri üçün, dəvətnamələr üçün, bunlar üçün də tərcümləyə bilirsiniz, dizayn edə bilirsiniz. Müxtəlif patern. Başa düşdünüz? Bir sualınız var buna bağlı? Maraqlıdır. Okay. İndi gəldik növbəti toollarımıza. Biz də burada illüstratorda FX-lərimizi keçək. FX-lərdə nələri tənzimləyəcəyik? Onları göstərim sizə. Məsəl üçün, bir fiqur çəkdim. Fiquru çəkən kimi Selection tool vasitəsilə elementi seçdiyim an, onu zərtqaya qoyum. Deməli, elementimizi seçdiyimiz zaman fiqur seçilən kimi Properties bölməsində FX hissəsi açılır. Appearance-ın altındadır FX bölməsi. Bu FX-ə klikləyirik. Bu FX-ə klikləyən kimi burada müxtəlif FX-lərimiz var. İndi bunları yavaş-yavaş başlayırıq keçməyə. Warp-ı keçmişik, yadınızdasa ark, yazılar falan, emblemlər falan keçmişik. Və Styles bölməsini keçirik indi, kölgə vermələr. Kölgə və işıq vermələr. Və həmçinin Styles vasitəsilə biz şeyi keçmiş olacaq, neonu həm də keçmiş olacaq. Və necə adi primitiv şəkildə texniki tərəflərini sizə göstərim. Bu necə işlənilir. Styles bölməsində Drop Shadow var. Drop Shadow-a klikləyirik. Bu, arxa plana kölgə verməkdir. Arxa hissəyə yaxınlaşaq. FX, Stylus, Drop Shadow. Baxın, arxasından kölgənin yansıdılması üçündür bu. Yəni, sanki divara yansıyırmış kimi elementlərə kölgə vermək üçündür. Mood hissəsi multiplay'də qalır. Ona dəymirsiniz. Opacity kölgənin şəffaflığıdır. Onun şəffaflığını artıq azala bilərsiniz, amma standartı 75%-dir. X bunun sağ və sol tərpənməsidir. X müsbət şəkildə iştirak edəndə sağa doğru kölgəli çəkirsiniz. Mənfi 37 eləsəm, sola doğru gelmiş olur. Sol tərəfdə iştirak edəcək. Tərsinədir. Y isə hündürlük baxımındandır. Yuxarı, aşağı. Müsbət tərəfdə aşağıya doğru gedir. Mənfi tərəfdə isə yuxarıya doğru getmiş olacaq. Blur isə kölgəmizin blurlaşdırılmasıdır. Yəni, nə qədər blur eləsəz, kölgəmiz bir o daha realistik görsənməyə başlayacaq və daha belə keyfiyyətli bir vəziyyətdə görsənmiş olacaq, daha realistik şəkildə görsənmiş olacaq. Blurumuzu artırdıqca bunun görürsünüz, kölgənin realistliyi artmaya başlayır. Daha realist şəkildə görsənir. Məsələn, blur az olanda verin, kimi görsənir, taxta kimi görsənmiş olur. İndi bəzi zaman real həyatda da olur da, kölgə o şəkildə görsənə bilər, amma bu vəziyyətlərə görə dəyişir, əşyaya görə dəyişir. Amma blurun artırılması tövsiyə olunur, yəni ondan yuxarı eləməmiz tövsiyə olunur ki, biraz daha yumuşaq olmuş olsun. Amma kölgələrimizi heç vaxt çalışın, çox da şey verməyin. Genişlənmiş şəkildə çox da verməyin elementləri işlədirsə, onu çox da vermək lazım deyil kölgəsini. Elə 10, 20 falan x-y-ləri o civarlarda oynatsaz daha yaxşı olmuş olacaq. Bir də ki, x-y-lərin rəqəmləri bir-birinə yaxın olmalıdır. Yəni, biri 20-də, biri 60-da bu şəkildə olmaz. Bu texniki olaraq səhv sayılmış olur. Bu isə colordur. Kölgəmizin rəngini dəyişirsiniz. Məsəl üçün, bu şəkildə kölgə vermiş olursunuz. Və həm də bu kölgədən öncə daha çox işığa doğru çevrilmiş olur. Normalda kölgə boz və qara olmalıdır.
Bu darkness-i sadəcə qara vermiş olur. Qaranın sadəcə opacity kimi faizini azaldıb artıra bilərsiniz. Bu şəkildə azaldıb artıra bilərsiniz kölgənin opacity tipində, yəni opacity rolunda oynamış olur. Və kölgəni bu şəkildə vermiş olursunuz. Düzgün kölgələrin də texniki tərəflərini dedim sizə. İndi digərləri bəs nədir Stylus-da? Stylus-da Pfizer hissəsi var. Pfizer, məsəl üçün, okey elədim. Baxın. Dörd tərəfdən belə bulurlu element yaratmaq üçündür. Qıraqdan mərkəzə doğru bulur yaradır. Bir də onu deyim sizə, məsələn, təzədən tutaq ki, tənzimləmək istəyirsiniz. Məsələn, mən indi bunu tənzimləmək istəyirəm də, xoşuma gəlmədi. Təzədən FX stylus seçməyinizə ehtiyac yoxdur. FX-in yanında elə verdiyiniz effektin adı yazılır. Onun üstünə bir dəfə klikləyirsiniz, pəncərəniz açılır və düzəldirsiniz. Burada bir dənə funksionallıq var, radiusudur. Radiusu artırdıqca dörd tərəfdən də yumşalması. Elə bil ki, elementiniz yumşalmağa başlayır. Məsəl üçün 60 eləsəm, və bu şəkildə yumşalır. Yəni, qıraqlarından, bu üzərində olan bir kölgədir. Avtomatik də bulurlu kölgədir. Üzərindən elə bilin ki, fiqurunuzun elementin üzərindən, bunu real şəkilləri də verə bilərsiniz. Eyni qaydadadır. Üzərindən elementinizin bulurlu kölgəsi verilir. Bayaq ki, drop shadow arxadan idi. Bu isə üzərindən dörd tərəfdən vermiş olur. Sadəcə tənzimlənməsi də bir dənədir zaten. Sonra inner glove. Bu artıq arxa planımızı bu dəfə qara eləyək. Bu artıq inner glove-lar işıqlandırılma tərəfləridir. Kölgə rolu oynamır. İşıqlandırma tərəflərini oynayır. İndi ağ eləyək. Və stroke eləyək. Stroke-da daha effektiv göstərəcək. Stroke-la işləməlisiniz inner glove-larda, outer glove-larda. Inner üzərindədir, outer arxasındadır. Eyni effekti verir, sadəcə ön və arxa dəyişir. Inner glove-u seçdim. Burada mod hissəmiz var bizim. Mod hissəmizdə screen hissəsi var. Məsəl üçün, deyək ki, siz bunu seçdiniz, screen indi bizə hələ dəymir ona. Bunun rəngini dəyişək. Görsənəcək bir rəng verək. İndi, baxın, birinci bunu hələ artırıram. 4. İndi görürsünüz, screen-də effekt görsənmir. Əslində effekt verilib, amma screen-də effekt görsənmir. Bu screen modudur yəni. Screen modunda effekt görsənmir. İndi bunu multiplay eləyim. Multiplayda görürsünüz, biraz qırmızıntılı yaramaya başladı. Bunu normal eləyim. Və bunu edge eləyək. Görürsünüz. Və bunu indi azaldaq. Biraz azaldaq. Görürsünüz. Bu artıq üzərindən işıq verməkdir. Edge bölməsindən qıraqdan mərkəzə doğru vermiş olur. Center isə mərkəzdən qıraqlara qədər işığı vermiş olur. Yəni, bu şəkildə tənzimləmiş olur. Və neon effektləri yaratmaq üçündür bunlar. Inner glove və outer glove ikisi bir yerdə istifadə elədiyiniz zaman. Opacity-sini yenə də opacity 75 standartda onu saxlayırsınız. Bulurunuz arı tənzimləyirsiniz. 7 eləsəm 7 şəkildə yaranmış olur. Burada tərsinədir. Center'da daha çox yayılmış olur. Azaltdıqca buluru. Amma bulurumuzu artırdıqca daha az yayılır. Görürsünüz, daha az oldu. Standartı 10-20 arasıdır. Edge-də isə qıraqlarından mərkəzə doğru yayılmış olur və bunu azaltsam, qıraqlarının mərkəzə daha az olmuş olacaq. Bu şəkildə neon tipli effektləri yaratmış olursunuz. Rəngini də buradan dəyişirsiniz və modda normalda olur. Məsələn, baxın, multiplayda da olar. Screen-də amma itdi, gördünüz. Overlay, itdi. Soft light, itir. Bunların hamısını bir-bir yoxlayırsınız. Bunları öncədən bilmək olmur. Çünki hər elementə görə, hər vizuala görə, real şəkillərdə bunu tətbiq eləmək olar. O elementlərə görə, vizuallara görə dəyişir. Bunlar elə bilin ki, bu Photoshopda daha çox yaygındır bu modlar. Illustratorda bəzən istifadə edilir. Lighting. Görürsünüz, bunlar öyle işləmir. Bu mod artıq effekti vermir. Amma normal, standart şəkildə işləyir. İndi bu okey.
Outer Glow verir indi. Outer Glow isə Inner Glow'un arxa versiyası sadəcə. Eyni tipdir. Görürsüz? Yenə də mood, rəng, opacity və blur. Bu Inner Glow, Outer Glow'larda yəni blurla oynayırsınız, modu ilə oynayırsınız, bir də rəngi ilə oynayaraq neon vuzu əldə edirsiniz. İndi burada da arxasını qırmızı eləyək. İndi screen-də yenə işləmir, normalda eləyirik. Multiplay-də yoxlayaq. Bəlkə hər ikisi qırmızı deyə görsənmir. Bunu göy eləsək, görsənməsinə görə. Blurunu artıraq. Arxa plana niyə vermir bu? Dəqiqə. Sizə verir, görsənməyəcək. Dəqiqə, okey. Hə, gördünüz? Görsəncə. Hı. Qırmızı da eləcək görsənəcək. Gördünüz? Bu artıq Outer Glow daha çox işıqlandırma vermiş oldu. Arxa plandan işıqlandırma verməyə başladı. Görürsünüz, indi daha çox neona bənzədi. Normalda saxlayırsınız. Ön plana hansı rəngi vermişsə, arxa plana da o rəngi verməyə çalışmalısınız. Amma elə çalışmalısınız ki, elementiniz neona gəlişdirsə, elementiniz ağ olmalıdır. Çünki elə bil ki, lampa kimi də işığın üzərindən gəlir, belə düşünün. Yenə bluruzu tənzimləməklə olmuş olur. Bluru biraz da artıraq. Bluru artırdıqca işıqlandırma daha da çoxalmış olur. Gördünüz? İşıqlandırma daha da çoxaldı. Bunu ağ eləsək, ağ şəkildə olur. Bu toz kimi görsənir. Və artıq işıq deyil, yəni. Bu şəkillərdə və rənglərdə verəndə işıqlı rənglər verməyə çalışın, tünd yox. Və opacitysini tənzimləməyiniz standartı 75-də, amma lazım olanda azalda bilərsiniz. Bunu OK eləyirik. Neonumuz bu şəkildə hazır. Görün, lampa kimi bir effekt verir. Görürsünüz? Düzgün kənarlarında olur, ona oxşayır. Aysun, bax, neon. Yazıları da eyni qaydada verirsiniz. Yazılarınıza deməli, Xmut edirsiniz yazınızı. Zaten Xmut edəndən sonra fiqur kimi olur. Verirsiniz o eyni qaydada effekti. Eyni qaydadır. Neonlarınızda bu şəkildə istifadə edirsiniz. Neonları ən çox harada istifadə edə bilərsiniz? Sosial media posterlərində, flyerdə, vizit kartda elə yerlərdə neon verilmir. Çünki konversiyalı gedir, ciddi iş gedir o. Amma sosial media poster kreativ getdiyi üçün orada fontlarınıza, elementlərinizə neon verə bilərsiniz. İndi gəldi növbəti. Round corners. Bu sadəcə yumşaltmaqdır. Qıraqlarının dörd tərəfdən avtomatik şəkildə yumşaldır. Məsələn, bunu 55 eləyirəm, yumşaltdı sadəcə. Bu texniki məsələdir. Bunu normalda da tutub selection tooluna yumşalda bilirsiniz də. Bu rəqəmlə işləmək texniki dizaynerlərə aiddir. Sadəcə əlavə olaraq avtomatikdə veriblər. Silmək istəyəndə zibil qutusuna basırsınız, effekt silinmiş olur. İndi mən əllə vermişəm deyə bu yumşalmışdır. Axırıncı, Scribble. Scribble isə bunu həm iç rənglərdə də, iç rəngli fiqurlarda, elementlərimizdə də işlədə bilərsiniz. Scribble real şəkillərdə tətbiq etmək üçün deyil, fiqurlarda, elementlərdə tətbiq eləmək üçündür. İstəsəz iç rəngi tətbiq eləyə bilərsiniz, istəsəz stroku tətbiq eləyə bilərsiniz. Setting bölməsi var burada. Burada avtomatik olanlar var. Yəni, bu şəkildə pozulmuş, əlinə çəkilmiş, cızılmış, qırılmış xəttlər yaratmaq üçündür. Bunlar avtomatikdir. Ya defaultdan işləyirsiniz, ya da hansı birini seçdiniz, sonra gəlib bunlardan tənzimləyə bilirsiniz. Bu bucağıdır. Hansı bucaq istiqamətində o pozulma hərəkət eləsin, onu tənzimləməyimiz mümkündür. Path overlay onun sayıdır. Path overlay əslində sayıdan əlavə həm də genişləndirir. Path overlay artırdıqca elementlərin, xəttlər genişlənir və çoxalır. Variation isə formasını həmçinin dəyişdirir. Genişləndirə formasını dəyişdirir və artıq bir dağınıq bir vəziyyəti yaratmağa başlayır. Bu isə strokedur. Stroku artırdıqca qalınlığı artır. Azaltdıqca azaldıqca və belə nazik, maraqlı backgroundlar üçün belə
qəribə bir elementdə yaradırsınız. Çox kreativ bir şəkildə olur əslində. Curvenize. Curvenize isə hündürlük baxımını genişləndirir biraz. Yenə variation var, yenə bu. Burada artıq tərsini genişləndir. Buradakı variation eyni baxımdandır. Buradakılar artıq hündürlük baxımından. Belə fikirləş. Eyni qaydadır. Spacing isə azaldır. Xəttlər azaldır. Tərsinə işləyir burada. Spacing artırdıqca xəttlər azalır. Spacing azaltdıqca xəttlər çoxalır. Xəttlər çoxalır və özü də avtomatik formaya salır. Belə bir qaydası var. Variation artırdıqca artıq bu da həm hündürlük baxımından xəttləri azaldır və hündürlük baxımından genişləndirmiş olur. Bu şəkildə tənzimləmək olur. Məsələn, bununla maraqlı bir background yaradaq bunlarla. Bu şəkildə elədik. Strokumuz aşağı biraz. Məsəl üçün, qarşı olmaz, dağılmaz, biraz yığaq. Məsəl üçün, OK elədik. Bunu Xmut eləyirik. Xmut appliance. Bunu iç rəng verməyə vermirik. Təzədən bir dənə də Xmut eləyirik. Sonra da gradient veririk. Gradientimizi verdik. Random şəkildə. Və belə bir maraqlı element ortaya çıxartdıq. Və bunu da bütün background-da əhatə eləyirik. Trim view eləyirik. Və belə bir background-umuz hazır olmuş olur. Dağınıq. Bunlar abstrakt, dağınıq formalı background-lar gedir. Simmetrik sayılmır. Səliqəli background-lar üçün deyil, dağınıq olanlar üçündür. Bunu təzədən tənzimləmək istəsəm, amma tənzimləyə bilməyəcəksiniz. Çünki Xmut falan eləmişsiniz. Bir effektdən sonra Xmut eləyirsinizsə, artıq o effekt itir, üzərində tətbiq olunur. Bunun opacity-sini azaldırır. Gəlib üstünə yaza bilirsiniz. Amma məsəl üçün, baxın, hələ də xəttlər görsənir də. Bunun opacity-sini daha da çox azaltmalısınız. İtməlidir. Bu çox itdir. Belə şəkildə cızıqlar. Bu daha çox background-lar üçün cızıqlar atmaqda yaxşıdır. Belə tipli effektlər. Daha çox orada istifadə edilir. Başa düşdünüz bunları? Aydın oldu? Bəli, Tamam. Bir sualınız var bunlardan bağlı? xeyr. Tamam. O zaman bu videonu da göndərirəm sizə. Fasilə eləyək. Ondan sonra gerisini tamam eləyəcəyik. Tamam. Eləyirik. Hələlik.